Hamıya salam. Bu gün 10-cu siniflər üçün məsləhət videosu çəkirəm. Hansı ki, əgər mən 10-cu sinifə qayıda bilsəydim, bu məsləhətləri çox eşitmək istəyərdim. Çünki YouTube-da 9-cu və 11-ci siniflər üçün daha çox videolar çəkilir, amma 10-cu sinifləri unudurlar. Amma narahat olmayın, mən sizi unutmamışam. Başlayaq 9-cu sinif imtahanından. Çoxu 9-cu sinif imtahanını boş bir şeymiş kimi görür, amma elə eləmək lazım deyil. 9-cu sinif imtahanın bir növ pulsuz sınaq imtahanı kimi görə bilərsiniz və bu imtahandan siz nəticə çıxarmalısınız. Nəyi nəzərdə tuturam? Siz məsələn bu imtahandan sonra hansı fənlərdən zəif, hansı fənlərdən güclü olduğunuzu anlayırsınız buraxılışdan. Məsələn, özümdən götürüm, 9-cu sinifdə mən riyaziyyatdan 35 bal toplamışdım və bu da riyaziyyatımın bərbad olduğu nəticəsinə gəlir. Amma mən 10-cu sinifdə riyaziyyat müəllimimin məsuliyyətsiz və o qədər də yaxşı olmağına baxmayaraq nə müəllimimi dəyişdim, nə də öz üzərimə düşdüm riyaziyyatdan. Çünki niyə? Komfort zonamdan çıxmaq istəmirdim. Çünki niyə? 10-cu sinifdə imtahan vermirdik və çox rahat idim. İstirahət ili kimi görürdük bu ili. 10-cu sinif bizə bir növ bonus kimi, əlavə şans kimi verilir, amma biz bundan sui-istifadə edirik. Bunu istirahət ili kimi görürük və buna görə də çox peşmanlıq çəkirik. Və təsəvvür edin, siz 10-cu sinifdə sadəcə istirahət eləmisiniz və hal-hazırdakı rahatlığınızı düşünmüsünüz, amma gələcəyinizi düşünməmisiniz və gözünüzü bağladınız, açdınız, gəldi sentyabr və 11-ci sinif. Və sizin başınız 11-ci sinifdə təkcə imtahanlara qarışmayacaq, digər problemlər yaranacaq və sürprizlər çıxacaq qabağınıza. Ondan danışmıram. İndi 9-cu sinifdə 200+, 250+ toplamış da ola bilərsiniz və özünüzə çox güvənib 10-cu sinifi oxumaya da bilərsiniz. Bu təbii ki də öz seçiminizdir, sizin öz həyatınızda özünüz bilərsiniz. Amma belə tanışım çox idi və onların strategiyası və lazımsız özgüvəni ilə siz də davam eləsəniz, gözlədiyiniz və istədiyiniz nəticəni ala bilməyəcəksiniz. Bəs 10-cu sinifi necə səmərəli şəkildə istifadə eləyək? Yəni burada fərqi yoxdur, neçənci qrupsuz, ümumi danışacağam. İlk öncə bayaq da dediyim kimi 9-cu sinifin imtahanından nəticə çıxarmalısınız, nə qədər ki gec deyil. Stresi boğmaq olsun, vaxtı düzgün bölmək olsun, diqqətsizlik problemi olsun. Əgər belə bir problemlər yaranıbsa sizdə imtahanda, siz bunu ilk öncə aradan qaldırmalısınız. Çünki siz zaten dərsləri öyrənəcəksiniz, amma cavabını bildiyiniz sualı hansısa səhvə görə yaza bilməmək çox pis bir hissdir. İndi mən sizə deyə bilmərəm, bunu edin, 100% bu səhvləriniz, bu problemləriniz düzələcək. Onu deyə bilmərəm, çünki sizi sizdən yaxşı heç kəs tanıya bilməz. Sadəcə hər dəfə test işləyəndə ya da sınağa gedəndə siz bunu nəzərə alın. Bilirsiniz ki, sizin diqqətsizlik probleminiz var. Sualları 5 dəfə oxuyun. Cavabları 5 dəfə oxuyun, yoxlayın və onlardan maksimum şəkildə qurtulun. İnanın mənə, əgər siz 2-3 ay belə dayanmadan öz üzərinizdə işləsəniz, bütün bu vərdişlərdən qurtulacaqsınız. Qaldı ki, dərslər, özüm 10-cu sinifdə əlavə heç bir şey işləməmişəm, hətta sınaqlara belə getmirdim, amma siz istəyirsinizsə sınaqlara gedin. İstəyirsinizsə 1-2 dəfə sınağa gedə bilərsiniz. O da ki, əgər proqramı bitirmisinizsə, proqramı bitirməmisinizsə, onun getməyin heç bir mənası yoxdur. Çünki bilmədiyiniz suallar düşəcək. Yəni ona da vaxtınızı sərf etməkdənsə, gedin elə evdə 100 dənə, 200 dənə test işləyin, ondan yaxşı məncə. Əgər indi özüm 10-cu sinif olsaydım, zəif olduğum imtahanın fənlərinə daha çox üstünlük verərdim. Yəni bilərsiniz də təxmini blok fənlərindən güclüsüz ya buraxılış fənlərindən. Çoxu blok fənlərindən zəif olur. Təbii ki, digər fənləri yeri-yerində oxumaq şərtdir. Sadəcə biraz zəif olduğunuz fənnə daha çox üstünlük verin, amma digərlərində oxumalısınız mütləq. 11-ci sinifə keçəndə isə məncə daha güclü olduğunuz fənlərə üstünlük verin. Çünki əgər əksinə eləsəniz, həm balınız, həm də vaxtınız itəcək. Və çalışın 10-cu sinifin axırına kimi dərs proqramlarını bitirin ki, 11-ci sinifin başlanğıcından tələsmədən təkrar eləyə biləsiniz. Çünki biz demək olar ki, heç bir fənnin proqramını bitirməmişdik. 11-ci sinif başladığından sonra yenə də o proqramı bitirmək üçün çalışdıq və demək olar ki, ilin yarısı elə o proqramı bitirməklə keçdi, 30% isə təkrar eləməklə. Yəni təsəvvür edin, əgər əksi olsaydı nə qədər yaxşı olardı bizim üçün. Yəni əgər yenə də bitirməsəniz 10-cu sinifə kimi bütün proqramları, o qədər də problem olmayacaq. Sadəcə imtahana
biraz müddət qala siz çox çalışmalı olacaqsınız. Yəni gecənizi gündüzünüzə qatmalı olacaqsınız. Sizi bilmirəm, amma bizim müəllimimiz həm bizlə məsləhətləşirdi, həm də biz özümüz də ona deyirdik ki, yəni proqramı tez bitirək. Deyirdik ki, müəllim, bu dəfə 3 mövzu verin, 2 mövzu verməyin ki, biz neçə həftəyə falan qutaraq ki, bizim özümüzə də rahat olsun da. Yəni 10-cu sinifin axırına kimi bütün proqramı bitirməyə çalışın. Və 10-cu sinifdə özünüzü zəif hiss eləyəcəyiniz anlar olacaq. Nə bilim, ruhdan düşəcəksiniz, bezəcəksiniz, arada dərs eləmək istəməyəcəksiniz. Də artıq o qədər dərs oxuyurdum ki, bədənimin hər yeri ağrıyırdı. Oturub normal dərs oxuya bilmirdim. Amma bu anlarda başımı qaldırıb masamdakı yazını oxuyurdum. How much comfort will you sacrifice for your future self? Əslində məncə 10-cu sinif daha məsuliyyətli ildir. Bu il siz məncə öz əsasınızı qoyursunuz. Yəni 11-ci sinifdəki kimi dərs oxuyun demirəm. Yəni 10-cu sinifdə əlavələr işləmədiyiniz üçün təbii olaraq boş vaxtlarınız qalacaq. Bu vaxtı səmərəli keçirmək üçün kinolara, dünya görüşünüzü artıracaq film və seriallara baxa bilərsiniz. Məsələn, mən 10-cu sinifdə çox animelərə baxırdım. Ümumiyyətlə animelər multik deyil. Hər animenin axırında siz bir şey öyrənirsiniz, həyat dərsi alırsınız və istəyirsinizsə bunun üçün ayrı video da çəkə bilərəm. Yəni film, serial, animasiya tövsiyələri çəkə bilərəm sizin üçün. Ümumi olaraq 600-700-dən çox kino, serial, animeyə baxdığım üçün sizə bunu tövsiyə edə bilərəm. Və ümumiyyətlə haçansa vaxt qalmayanda yemək yeyə kinoya baxırdım. Yəni yemək yeyirdim və qabağıma telefon qoyub kinoya baxırdım. Belə də eləyə bilərsiniz. Yəni əgər şəraitiniz varsa, bu metoddan da istifadə eləyə bilərsiniz. Amma fikir vermişəm ki, bir kinoya, seriala yemək yeyə baxanda onun marağı itir, nəinki onu, yəni boş heç bir şey eləməyəndə baxanda. Çünki sadəcə fikriniz o kinoya getmir də. Yəni yarısı yeməyə gedir, yarısı kinoya gedir. Ona görə o qədər də maraqlı olmur. Yemək yeyə kinolara, seriallara baxanda əlavə vaxtınız da getməyəcək. Yəni əgər yoxdursa, əgər çox dərs eləyirsinizsə, bu metod məncə çox gözəldir. Hətta yeni bir kitaba da başlaya bilərsiniz. Özüm kitab oxumağı sevən biri deyiləm, amma çalışıram ki, bunu özümdə vərdiş halına gətirim. Çünki çox cool bir vərdişdir də. Hər gün yatmamışdan 1 saat, yarım saat qabaq kitab oxuyuram. Bu əsasən rus dilində kitablar olur, amma yavaş-yavaş çalışacağam ingilis dilində kitablara keçim. Çünki kitab oxumaq təkcə yəni sizin nitqinizi düzəltmir, həm diqqət probleminizi düzəldir, həm də yaddaş problemlərinizi də düzəldir. Yəni bir çox faydası var bunun. Yəni deməyim odur ki, 10-cu sinifi səmərəli şəkildə istifadə etmək təkcə dərs oxumaqdan ibarət deyil. Yəni bunları da nəzərə alın. Hobbilərinizə vaxt ayırın, ailənizə vaxt ayırın, özünüzə vaxt ayırın. Çünki 11-ci sinifdə bunları eləmək üçün demək olar ki, vaxt qalmayacaq. Və özünüz də tələbə olduqdan sonra artıq bunları başa düşəcəksiniz. Sadəcə istədim ki, məndən biraz tez ayılasınız. Yəni bəzi vərdişlər, çox gözəl vərdişlər var. Bunları özünüzə indidən yaradın. Yəni bu kitab oxumaq olsun, film izləmək olsun, digər gözəl vərdişlər olsun. Hər bir vərdişi, yəni əgər siz 21 gün ərzində bir şey təkrarla eləsəniz, bu artıq bir vərdişə çevriləcək və həyatınızın bir parçasına çevriləcək. Yəni niyə də olmasın? Çox cool vərdişlər var, çox cool hobbilər var. Niyə də olmasın? Və bu təkcə sizi kənardan cool görsətməyəcək. Siz özünüz də elə olacaqsınız. Məncə çox gözəl bir şeydir bu. Ümid eləyirəm bu video sizə faydalı ola bildi. Ümid eləyirəm bu videodan nəsə öyrənə bildiniz. Hamıya uğurlar arzulayıram. Növbəti videolarda görüşərik.